Hz. Peyğəmbərimiz də dostluq barəsində bir çox tövsiyələr var. Onlardan da biri budur ki, birincisi deyir ki, şərtləri var. Yəni bir dostun gizlini və aşkarı insanın özü üçün eyni olmalıdır. Dostumun gizlini də, aşkarı da sənin üçün, mənim üçün eyni olmalıdır. Gizlini də mənim üçün eyni olmalıdır, aşkarı da. Yəni, əgər gizlini gizlim bilibsə, sir bilibsə, mən də onu sir biləcəm. Aşkarı aşkar bilibsə, mən də aşkar biləcəm. İkinci, sənin zinətini dostun özününki bilməlidir. Sənin yaxşı tərəflərini, zinət olacaq tərəflərini o da özününki bilməlidir. Sənin çirkinliyini də öz çirkinliyi bilməlidir. Yəni, bir dost dosta zinətini də öz zinəti bilməlidir, çirkinliyini də öz çirkinliyi bilməlidir. Və yaxud bir vəzifə və ya məqama yetişdikdə səndən üz döndərməsin. Dost o dostdur ki, hansısa bir məqama yetişəndə insandan üz çevirməsin. Dost o dostdur ki, heç nəyini dostundan əsirgəməsin. Yəni bir dost insanın qapısına, necə deyirlər, çətin dövrləri, çətin vaxtları ola bilir. Həyat elə bir həyatdır ki, insan övladı heç bir çətinlikdən sığortalanmayıb. Yəni, insanın çətinliyə düşəndə onun yardımına yetişsin. Çətinliklərdə ondan üz döndərməsin. Şəxsi istəkləri ilə bir-biri ilə dostluq edənlər, yəni dünya istəkləri, dünya mənfəətləri uğrunda dostluq edənlərin dostluqları daimi olmaz. O dostluqlar ahirətdə pozular. Bu dünyada da pozulmasa, ahirət günündə pozular. O dostluq daimi olar ki, o dostluq təqva üzərində qurulmuş dostluqdur. Allah-u Teala Zuhruf surəsinin 67-ci ayəsində belə buyurur. Bismillahirrahmanirrahim. Əl-əxilləu yevmə izin ba'duhum li ba'd aduvun illəl muttaqin. O gün dostlar belə bir-birinə düşmən kəsiləcəklər. Qiyamət günü, qiyamətin ağır günündə bu dünyada hansısa bir mənafe üzərində, dünya hissləri üzərində, dünya istəkləri üzərində, egoizm üzərində, ləzzətlər üzərində qurulmuş dostluqlar qiyamət günü bir-birinə düşmən olarlar. Yalnız Allahdan qorxanlardan başqa.